Yadına gəlirsə, bir çoxumuz uşaq vaxtı günlük tuturduq. Ora günlük düşüncələrimizi yazırdıq, fikirlərimizi paylaşırdıq. Bəzən bunu cizgi filmlərdən görür və ya sevdiyimiz insanlardan öyrənirdik. Çox zaman bu günlüklər 1-2 gün yazılıb, sonra isə atılırdı və çox zamanda yeni dəftərlərlə başlayırdıq. Və mən indi öyrəndim ki, günlük tutmanın əslində bir uşaq işi olmadığını, insana çox böyük fayda gətirəcəyini və daha çox fayda qazandıracaq bir şey olduğunu indi mən yeni öyrənirəm. Günlük tutalı təxminən 500 gündən çox oldu. Mən də bu 500 günlük təcrübələrimi sizlərlə bölüşəcəm ki, aranızda günlük tutmaq istəyən yoldaşlar da varsa, onlar da bu video sayəsində fikirlərini dəqiqləşdirə bilsinlər. Bu videoda günlük tutmanın necə bir şey olduğunu bir daha sizlərlə danışacağım və bu dəfə daha ətraflı danışacağım. Kanalıma xoş gəldiniz. Əvvəla günlük tutma macəramın hardan başladığını danışmaq istəyirəm. Təqribən 2024-ün avqust ayları olardı və şəxsi inkişafa daha yeni başlamışdım. Yeni kitab oxuyur, yeni meditasiya edir, yeni günlük alışqanlıqlarımı edirdim. Hətta evdə idman da edirdim. Və bir gün bir YouTuberla gördüm ki, günlük tutmanın belə faydaları var. Günlük tutaram, həm şəxsi inkişafa başlamamın birinci günü olar, həm də önümdəki illər boyunca, önümdəki 3 il, 5 il, 10 il boyunca nəticələri görərəm. Həm keçmişə qayıdıb bir nostalji yaşayaram deyə düşünmüşdüm və həmin gün günlük tutmağa qərar verdim. O gün rayondan qayıtmışdım və ilk günlüyümü tutmağa başlamışdım. Yaxşı, bəs günlük tutmaq necə olar? Günlüyü necə tuta bilərik? Günlüyün qaydası varmı? Məncə var. Gəlin burada bunu da danışaq. Günlük tutarkən mən çox zaman bu üslubdan istifadə edirəm. Əvvəl günün nömrəsi yazılır. Məsələn, 504-cü gün 7 yanvar bu tarixi yazırıq. Sonra altdan başlayırıq. Bu gün olan hadisələrdən önəmli olanları yazmağa. Yoxsa çay içdim, yemək yedim yazmağına ehtiyac yoxdur. Məsələn, bu gün aylıq yoxlamadan 100 bal topladım. Bu gün məsələn idmana getdim. Bu gün məsələn çox ağır bir setə girdim. Və ya məsələn bu gün bir nəfərlə dost oldum. Yeni bir dostum qazandım. Yeni bir dostluğum oldu. Kimi cümlələr yaza bilərsən. Və ya bu gün ad günüm idi. Mənə yeni bir telefon aldılar. Yeni bir maşın aldılar. Kimi də ifadələr yaza bilərsən. Günlük tutan zamanda çalış ki, tarixlərin yanına, məsələn, il sonunda, il bitəndə onun yanına ili də yaza bilərsən ki, məsələn, 5-10 il sonra günlüyə qaydanda görəsən ki, məsələn, hansı ildə yazmısan. Günlük tutmaq özdə yəni çox gözəl bir şeydir, mən də onu təcrübə edirəm və 500 gündən çox da günlük tuturam. İstər-istəməz bəzən olacaq gecələr yaza bilməyəcəksən, o zaman da alternativ olaraq telefonda məsələn Samsung işlədirsənsə, Samsung Notes bölməsinə günlüyünü yazıb sabahsı gün onu dəftərinə köçürə bilərsən. Günlük tutmanın ən böyük faydası isə onu sən keçmişə qayıdıb istədiyin tarixi görə bilirsən. Məsələn, şəxsən mənim 10-cu sinifimin hər günü tək qeyd olunub və 10-cu sinif boyunca nə etdiyimi qeyd etmişəm. Müəyyən bir tarix olar, müəyyən bir iş olar, o zamana qayıdıb günlüyümə baxa bilərəm. Məsələn, çox depressiv olaram, çox pessimist olaram, çox pis olaram. Gedib günlüyümü açaram, xoşbəxt olduğum anları oxuyaram. Məsələn, dostlarla getdiyimiz səyahətlər ola bilər və ya rayona getdiyim anlar ola bilər. Nə bilim, hansı şəhərə turla getdiyimiz şəhərdəki anlar ola bilər. Onları oxuyaram, xatırladaram və özümü daha da xoşbəxt hiss edərəm. Günlük tutmanın ikinci faydası isə insanın beyninin düşüncələrinin bir sırayla düzülməsidir. Məsələn, bu gün kimsəyə qarşı əsəbin var, kimsəyə qarşı utanc hissin var, kimsəyə qarşı peşmançılığın var və sən bunu büruzə verə bilmirsən. Bu zaman onu günlüyə yaz, heç kəsdən çəkinmə. Ancaq tövsiyə edərdim ki, günlüyünü də gizli tutasan, çünki o da ən azı telefonun qədər sənin şəxsi bir əşyandır. Günlük tutmaq, günlüklər, onlar sənin gizli dostlarındır, onların qədrini bil. Sən pis anların olanda, sənin yaxşı anların olanda sən onu günlüyünə yazacaqsan. Və bu günlükdə zaman keçdikcə geriyə qayıdıb bunları oxuyacaqsan. Ya fəxrlə baxacaqsan, ya da peşmançılıq çəkəcəksən. Əminəm ki, fəxrlə baxacaqsan. Məsələn, günlüyünə öz hədəflərini yaza bilər, hədəflərini qoya bilər, bu doğrultuda çalışa bilər və ya gələn il yazdığın hədəflərin yanına bir işarə qoya bilərsən. Günlük tutmanın da belə başqa bir faydaları da var yəni. Günlük tutma ümumiyyətcə heç bir zərəri olmayan, aşağı maliyyətli, çox gözəl bir hobidir. Bəzən bekarçılıq insana çox pis təsir edir. Bu zaman açıb günlüyünü neçə səhifə istəyirsən yaza bilərsən. Bəzi elə günlər olacaq ki, sən 2-3 sətir yazacaqsan. Amma bəzən elə günlər də olacaq ki, 2-3 vərəqi dolduracaqsan ki, bu sənin emosional vəziyyətindən asılı bir hadisədir. Günlük tutmanın ən gizli faydası, sən öz ziyanlı tərəfini, xeyirli tərəfini görə biləcəksən.
Bəzən olacaq, məsələn, kiməsə qarşı olan kinini görə biləcəksən. Gələcəkdə o kini unudacaqsan və deyəcəksən ki, "Ha, mənim vaxtikən bu insana qarşı bir kinim olub, bir əsəbim olub, bir aqressiyam olub. Deməli mən bu insandan biraz uzaqlaşmalıyam və ya bu insan mənə filan təhqiramiz hərəkət edib, ancaq mən göz ardına vurmuşam, göz görməzdən gəlmişəm." Bu kimi ifadələrdə işlədə bilərsən, yəni günlüyünə yaza bilərsən. Və günlük tutmanın da başqa bir faydası da məhz elə bundan ibarətdir. Bəli, bu gün günlük tutma haqqında danışdıq. Günlük tutmanın necə bir şey olduğu haqqında yeni bir video çəkdim. Əgər köhnə izləyicilərimdənsənsə, yadına gəlirsə 4-5 ay əvvəl də bu mövzu ilə bağlı bir video çəkmişdim. Bu səfər sadəcə 500 günü keçdiyimə görə həm mən, həm də digərlərimiz motivə olaq və ya yeni gələnlər də günlük tutsunlar deyə belə bir video çəkmək qərarına aldım. Mənə və algoritmaya dəstək olmaq məqsədi ilə videoyu bəyənib kanala da abunə ola bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Günlük tutmağı unutma, gününü dolu-dolu yaşa, gününü sev. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.